Əgər siz də sütlaç sevirsinizsə, bu video tam sizə görədir. Çünki bugün çox dadlı bir sütlaç hazırlayırıq. Yarım stəkan düyünü qazana əlavə edib, üzərinə 2 stəkan su əlavə edirik və düyü yumşalana qədər təxmini 10-15 dəqiqə qaynadırıq. Daha sonra üzərinə 1 litr süd və vanil əlavə edirik. Bir qabda nişastayla yarım stəkan soyuq südü qarışdırırıq ki, nişasta topalanmasın. Və qarışımın üzərinə 1 stəkan şəkər tozu və nişastalı südü əlavə edirik. Sütlaç istədiyimiz qatı və kremli teksturaya gələnə qədər davamlı olaraq qarışdırırıq. Sütlaçları qablaşdırırıq. Bu ölçülərdən təxmini 6 ədəd sütlaç alınır. Bunları soba listinə düzürük və soba listinin içərisinə su əlavə edirik. Əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış sobada sütlaçların üzəri qızarana qədər bişiririk. Üzü qızardısa, deməli sütlaçlarımız hazırdır. Üzərinə də biraz fındıq səpib servis edirik. Nuş olsun. Rəylərdə fikirlərinizi bölüşməyi unutmayın. Gələn videolarda görüşərik.